Salam, xoş gəlmisiniz bugünkü videoya. Bugünkü mövzumuz Charles Montesquieu'nun Qanunların Ruhu əsəridir. Onu qeyd eləyək ki, əvvəlki videolardan da anladığımız kimi biz kitab reviewsu eləmirik və bizim əsas niyyətimiz çeşidli hüquq nəzəriyyələrində və ayrı-ayrı müəlliflərin yanaşmalarında olan diqqətimizi cəlb edən məqamları toplamaq və bu gün üçün onların aktuallığı barədə söhbət eləməkdir və Charles Montesquieu'nun Qanunların Ruhu haqqında əsərində də belə eləyəcəyik. Onun ideyasının, ümumiyyətlə qanunların ruhu konsepsiyasının əsas diqqətimizi çəkən prinsipial başlanğıclarına toxunacağıq. Əvvəla qeyd eləyək ki, bu kitab Azərbaycan dilində tərcüməsi var, rahatlıqla əldə edə bilərsiniz. Yaxud türk dilində də var, elektron mənbələrdə də axtarış etsəniz rahatlıqla tapa biləcəksiniz. Ayrı-ayrı başqa bu əsər barədə məqalələr də yazılıb, onlarla da araşdırma edib rahatlıqla tanış ola bilərsiniz. Ümumi əsər haqqında belə məlumat verək ki, 1748-ci ildə tamamlanıb, 31 kitabdan ibarətdir və bu kitabların hər biri ayrı-ayrı mövzuları götürür, həmin mövzulara müəllifin yanaşmalarını əks elətdirir. Uzun illər ərzində yazılmış əsərdir və müəllifin həm belə deyək, səyahətləri zamanı, çünki Charles Montesquieu bu əsər yazma prosesində və bu əsər tamamlanana qədər öz dövrü üçün demək olar dünyanın əsas bir çox yerlərini gəzmiş və həm öz əsərinə ayrı-ayrı yerli xalqların qanunlarını, təbii ki, burada qanun deyəndə təkcə hüquq normaları nəzərdə tutulmur, dini normaları, onların əxlaq normaları, həyat tərzi və gündəlik adətləri və digər bu kimi mənəvi kontekstləri də nəzərdə tutulur. Bunları toparlayıb eyni zamanda çeşidli tarixi mənbələrin araşdırılmasını həyata keçirib. Ələxüsus da burada Roma hüququ dönəmindən olan qanunlar və onların analizi, onların ümumiləşdirilmələri və maraqlı cəhətlərin üzə çıxarılması təşkil edir. Və bu əsərlə tanış olduqda əslində çox maraqlı cəhətlərindən biri ondan ibarətdir ki, dili kifayət qədər axıcıdır və bəlkə də həmin dönəmdən bu günümüzə qədər aktuallığını saxlaması həm də dilinin bu dərəcədə uğurlu olması ilə əlaqəlidir. Və xeyli dərəcədə səmimi mətn. Yəni oxucunun düşüncəsinin lazımi nöqtələrinə toxuna bilən və onu hərəkətə keçirə bilən bir mətn var burada və yeri gəlmişkən bu da müasir müəlliflər üçün örnək təşkil edə bilər ki, səmimi mətn və oxucuya toxuna bilən mətn, hətta texniki dildən bir qədər kənar mətn nə dərəcədə effektivdir. Və əsərin adı özü çox maraqlı bir metafordur əslində, qanunların ruhu. Bundan aydın olur ki, burada sadəcə olaraq qanunların təsviri və onların təfsirindən söhbət getmir. Burada onların formalaşması, onların icra edilməsi, realizəsi və onların qəbul edilmə prosesinin əsas hərəkət verici nöqtələrinə toxunulur, ayrı-ayrı sosial determinantlarına, hətta psixoloji, bioloji determinantlarına belə toxunulur. Və bu baxımdan da kifayət qədər orijinal və əsrlər keçsə belə bu günə qədər əhəmiyyətini saxlayan bir əsərdir. Hətta bəzi müəlliflər bildirirlər ki, bu əsər Fransa burjua inqilabının əsas ideya qaynaqlarından biri olmuşdur və biz deyə bilərik ki, nəinki o Fransa burjua inqilabı, ondan sonraki əsrlərdəki hüquq düşüncəsinə ciddi təsir göstərə bilən bir əsər olub bu. Və burada bizim dövrümüz üçün aktual olan ən maraqlı xüsusiyyətlərindən biri ondan ibarətdir ki,
Ayrı-ayrı hüquq sahələrinə, bu konstitusiya hüququ, mülki hüquq, ailə hüququ, cinayət hüququ, hətta prosessual hüquq üçün belə əhəmiyyət kəsb edən bu 31 kitabın içərisində çeşidli başlıqlar var və hansı ki o başlıqlardan da və eyni zamanda həmin o müəllifin qeydlərindən də marağımızı çəkən bəzi məsələlərə toxunmağa çalışacağıq. Dediyimiz kimi burada xeyli dərəcədə qanunların qəbul edilməsinin çeşidli determinantlarına toxunulduğundan birinci növbədə biz siyasi determinantlardan danışa bilərik və müəllifin özü belə fərqləndirir ki, monarxiyalarda şərəf əsasdırsa, respublikalarda siyasi müdriklik əsasdır və siyasi sistemlərin də belə bir özəlliyi var ki, o ayrı-ayrı fərdlərin şəxsi xüsusiyyətlərində, mənəvi dünyalarında da özünü göstərə bilir və bu baxımdan müəllif də bu məsələdən yəni keçmir və əsərin özündən tanış olsanız görərsiniz ki, siyasi sistemlərin və quruluşların həm fərdə, həm də sosial baxımdan insanların davranışlarına, onların düşüncələrinə necə təsir göstərdiyi öz əksini tapıb və bu baxımdan da belə bir tezis var ki, monarxiyalar şərəfə əsaslanırsa, respublikalar siyasi müdrikliyə əsaslanır. Yəni, birinci növbədə monarxın özünün şərəfi, yəni ətrafdakıların ona verdiyi qiymət xeyli dərəcədə onun nüfuzunu təmin edir və eləcə də bu təbii ki, zadəganların davranışında da özünü göstərir, hətta təbəələrin davranışında da özünü göstərə bilir. Respublikalarda isə şərəf də təbii ki, önəmlidir, amma bu daha çox episodik və ayrı-ayrı fərdlərin hüquqlarının realizasiya şəklində özünü göstərir. Yəni, şərəf və ləyaqət. Məsələn, biz bugün danışırıq, konstitusiyon başlanğıcları var onun və özlüyündə, belə deyək, əsas hərəkət verici qüvvə deyil və nüfuzu təmin edən, avtoriteti təmin edən əslində əsas qüvvə deyil. Əsas qüvvə yenə də dediyimiz kimi siyasi müdriklikdir. Və burada maraqlı örnəklərdən birini istəyirəm sizə verim və hesab edirəm ki, bugün üçün də reallıqla körpü yarada biləcək örnəkdir. Nəzakət örnəyi. Charles Montesquieu öz əsərində bildirir ki, nəzakət monarxiyaların önəmli vasitələrindən biridir. Nə baxımdan önəmli vasitələrindən biridir? Monarxın öz təbəələrinin nəzakət göstərməsi böyük hadisə hesab edilir və məhz bu nəzakətlə bir növ təbəələrlə monarx arasında bağ qurulur. Bugünün özünün iyerarxik münasibətlərində də bu əslində özünü göstərir və iyerarxiya cəhətdən bizdən yuxarı olan insana bizim rəğbətimiz xeyli dərəcədə onun bizə göstərdiyi nəzakətlə əlaqəli olur və nəzakət bu baxımdan yuxarının aşağıya olan lütfüdür. Montesquieu'nun yanaşması ilə desək. Yeri gəlmişkən burada toxunacağımız məsələlər, nəinki bundan sonraki hər hansısa bir videolarda toxunacağımız və deyəcəyimiz fikirlər ya daha öncəki videolarda dediyimiz fikirlər kontekstə uyğundur. Yəni, müəllifin fikirləri olur daha çox, nəinki mənim şəxsi fikirlərim. Bu halda nəzərə almanızı xahiş edirəm. Elə xüsusda indiki dövrdə vasitəli nitqdən vasitəsiz nitqi ayırmaq xeyli dərəcədə çətinləşib. Oxuyan və müasir mədəniyyətin dili ilə desək, istehlak edən subyektlər üçün. Ona görə də bu halda nəzərə alasınız ki, burada deyilən fikirlər mənim şəxsi fikirlərim olmayacaq. Xeylisi. Ara-sıra şəxsi fikirlərimi də ifadə edə biləcəm. Və nəzakət örnəyi də bu baxımdan belədir ki, aydın məsələdir ki, nəzakət ciddi etik öhdəlikdir. Hər bir insan bir digərinə nəzakətlə davranmalıdır. Sadəcə bunun tarixi və bir təbə monarx münasibətləri baxımından maraqlı məqamı ondan ibarətdir ki, nəzakət yuxarının aşağıya olan lütfüdür. Və bugünün özünün istər əmək münasibətlərində, istərsə də ki, hətta mən deyərdim ailə münasibətlərində bu özünü göstərir. Biz özümüzdən vəzifəcə yüksək adamı həmişə nəzakəti ilə bir başqa yerdə tərif edirik. Və həmin insanlar nəzakətlə nəsə xahiş edəndə
biz daha çox yerinə yetirməyə onu meyilli oluruq. Nəinki bunu bizim üzərimizə qəti öhdəlik kimi qoyduqda və nəzakət çərçivəsindən kənara çıxdıqda. Və Montesquieu bu cəhətdən maraqlı toxunduğu məqamlardan biri ondan ibarətdir ki, monarxiyalarda pul paylamaq vətəndaş ruhunu gücləndirir. Yəni əmlak paylamaq da belə deyil. Vətəndaş ruhunu gücləndirir. Vətəndaş daha çox gözləyir ki, yuxarıdan ona lütf edilsin. Yəni ümumiləşdirsək bu istər nəzakət örnəyini, istərsə də ki, bu yuxarıdan aşağı üçün maddi nemətlər təmin etməsini biz deyə bilərik ki, lütf önəmli məsələdir. Yuxarıdan aşağıya lütf eləməsi ələlxüsus bu monarxik münasibətlərdə önəmli məsələdir. Demokratiyalarda isə belə bir gözlənti olmur. Hətta lütf edilmə insanın aşağılanması kimi belə qəbul edilə bilir. Və bu baxımdan Montesquieu qeyd edirdi ki, demokratiyalarda pulun paylanması vətəndaş ruhunu aşağı salırsa, monarxiyalarda pul paylanması vətəndaş ruhunu daha da qüvvətləndirir. Deməli, çünki vətəndaş burada artıq o yuxarıda, daha doğrusu daha öncə dediyimiz kimi siyasi müdrikliyindən imtina eləməli olur. Əmlak qarşılığında. Onun həm özünün şəxsi olaraq inamı itir, həm də ki, bu görüntü olaraq da inamı aşağı salan fəaliyyətdir. Və bir digər Montesquieu-nun toxunduğu və eyni zamanda biz deyə bilərik mülki hüquq üçün əhəmiyyətli məsələlərdən biri ticarətin bərabərlik münasibətlərindən doğmasıdır. Və bunu biz deyə bilərik ki, 18-ci əsr üçün kifayət qədər mütərəqqi bir məsələdir. Bugünün özündə biz baxdığımız zaman bu bizim üçün hazır həqiqətdir ki, müqavilə azadlığı prinsipi vardır və eyni zamanda tərəflərin bərabərliyi var, formal bərabərlikdən söhbət gedir. Öncəki videolardan marksizmi izah elədiyimiz videoda biz danışmışdıq ki, formal bərabərliyin, faktiki bərabərliyin fərqi nədir? Və mülki hüquq üçün də, ümumiyyətlə hüququn gözündə də önəmli olan formal bərabərlikdir. Və ticarət münasibətlərində də bu formal bərabərlik önəmlidir. Və şəxslərin biz ayrı-ayrı fərdi xüsusiyyətlərinə və madam ki, bu şərəf məsələsinə toxunduq az öncə, şərəfdə maraqlı xüsusiyyətlərdən biri ondan ibarətdir ki, Montesquieu bildirir ki, şərəfi ləkələnmiş insan şərəfi heç olmayan digər insanların belə tənqidi ilə üzləşə bilir. Bu, fərdlərin təbii ki, cəmiyyətdə gözlənti yaratması məsələsidir. Bugün biz bilirik ki, şərəf və ləyaqətin fərqi nədir? Bu, konstitusiyada ifadə olunur və doktrinadan da bilirik ki, şərəf ətrafdakıların insana verdiyi qiymətdir, ləyaqət isə insanın daha çox özünün özünə verdiyi qiymətdir və bu baxımdan hətta deməyə mümkündür ki, ləyaqət xeyli dərəcədə ölçülə bilən deyil. Hər bir insanın özünə verdiyi qiymət fərqlidir və xeyli dərəcədə onun subyektiv baxışlarından asılıdır. Nəinki bir digərlərinin baxışlarına görə dəyişir. Buna görə də o qiymətləndirilə bilmir. Və bugünün məhkəmə təcrübəsinə yer gəlmişkən baxsaq, biz maraqlı cəhətlərdən biri odur ki, şərəf və ləyaqətin tapdanmasına görə mənəvi zərər tələblərində biz bunu əyani görə bilərik ki, mənəvi zərər necə hesablana bilən deyilsə, bir insan hesab edə bilər ki, onun ləyaqəti tapdalandıqda ona məsələn 100.000 manat dəyərində mənəvi zərər dəyib, bir digər insan belə hesab edə bilər ki, xeyr, ona deyək ki, məsələn 10.000 manat dəyərində mənəvi ziyan dəyib. Məsələn, bir insan öz ləyaqətinin tapdalanmasına deyək ki, 10.000 manatlarını dəyərləndirə bilər, 100.000 manatlarını dəyərləndirə bilər. Doğrudur, bunun indi ağlabatanlıq meyarı da var və məhkəmə təcrübəsində bununla bağlı çeşidli
əmsal təşkil edən qərarlar da var. Bu ayrı bir mövzudur. Sadəcə demək istədiyim odur ki, ləyaqət də bu cəhətdən ölçülə bilən deyil. Onu ölçmək qeyri-mümkündür. Hətta o ağlabatan deyil ki, demək ki, bir insanın ləyaqəti digərindən daha üstündür. Məsələn, cəmiyyətdə böyük hörmətlə qarşılanan hansısa bir böyük vəzifə sahibi olan insanın ləyaqəti ilə deyək ki, məsələn, tamamilə işsiz və avara bir adamın ləyaqəti arasında da fərq qoyulması ağlabatan deyil hüququn gözündə. Çünki hər biri özünə öz çərçivəsində qiymət verə bilir. Və bu baxımdan Montesquieu bildirirdi ki, şərəfin ləkələnməsi daha ağırdır, nəinki şərəfsiz olmaq. Şərəfi ümumiyyətlə olmayan insanlar belə iddialı cümlə kimi görsənir, amma konsept əslində şərəfi ümumiyyətlə olmayan insanlar şərəfi ləkələnmiş insanları aşağılamağa daha maraqlıdırlar. Çünki dediyimiz kimi şərəf ətrafdakıların insana verdiyi qiymət olduğundan və bu ətrafdakı qiymətin ləkələnməsi negativ hiss edilə biləndir, nəinki onun ümumiyyətlə olmamağı. Və gələk konstitusiya hüququnun əsasını təşkil edən bəzi qeyd xarakterli məsələlərə. Montesquieu bildirirdi ki, xalqın qarşısına və birbaşa olaraq bu söhbət təmsilçiliyindən getmir də. Bir var xalqın nümayəndəliyi orqan tərəfindən təmsil olunması, biri var xalqın özünün birbaşa öz iradəsini ifadə eləməsi. Biz buna müasir konstitusiyon dilində referendum deyirik. Maraqlıdır ki, bu referendumla bağlı bugünün özündə də aktual olan bir qeyd ondan ibarətdir ki, Montesquieu tərəfindən referendumdan xalqın qarşısına təqdim edilən məsələ kifayət qədər konkret, açıq və demək olar ki, bir sual qoyan olmalıdır və həmin o suala cavab yalnız belə ola bilər. Ya hə, ya yox. Mürəkkəb hansısa bir məsələ və sual xalqın qarşısına qoyula bilməz. Bu Montesquieu referendumla bağlı qeydi idi. Və bugünün özündə də işləkdir, bu konstitusiyon olaraq da öz təsbiqini tapır. Referendumla bağlı bəndə nəzərə yetirsəniz konstitusiyada. Cinayət hüququ baxımından da maraqlı xüsusiyyətlərdən biri ondan ibarət idi ki, əvvəla onun cinayət qanunu ilə bağlı belə bir baxışı var idi, hansı ki bildirir ki, çox sərt cəzaların müəyyən edilməsi qanunda effektiv deyil öz yerində, humanist deyil, bu da öz yerində. Bunlar aydın məsələlərdə heç müzakirəyə ehtiyac yoxdur. O bildirirdi ki, ən əsas maraqlı cəhəti budur da, şeydənsə, bu humanizm və qeyri-effektivlikdənsə. Sərt cəza müəyyən edən qanunları axıra qədər tətbiq etmək mümkün deyil. Çünki o axırda gəlir bir yerdə dirənir və elə bir humanitar hallar, fərdi hallar hakimin qarşısına çıxa bilər ki, hakim həmin o cəzanı tətbiq edə bilməz. Bu cəza və cinayətlə bağlı çeşitli nəzəriyyələr var, bu barədə də başqa videolarda danışa bilərik. Yəni detallı cinayət hüququnun sanksiya, deyək ki, dispozisiya məsələlərinə girmədən buna toxunmağa çalışaq. Montesquieu bildirirdi ki, kifayət qədər sərt cəzalar müəyyən olunursa qanunla, bu axıra qədər tətbiq edilə bilmir. Bunun realizasiya mümkünsüz olur. Və bunun hər yolu da təbii ki, ağlabatan cəzaların qanunundan müəyyən edilməsidir ki, onu tətbiq etmək axıra qədər mümkün olsun. Və qəti ağır cəzalar qanunverici müəyyənləşdirilməsi və onun çox maraqlı cinayət hüququnun, belə deyək, insan psixologiyası ilə əlaqədar məsələsi belə idi ki, həmin dövr üçün Türkiyədən paşalardan örnək verir. Osmanlı dövləti var idi və orada paşalar var idi. O bildirirdi ki,
Sivil cəmiyyətdə həqiqətən ağlabatan və ədalətli cəza ilə sabah üçün ölüm hökmünə məhkum edilmiş bir fərd Osmanlıdakı paşadan daha azaddır. Söhbət təbii ki, burada azadlığın hiss edilə bilən tərəfindən gedir. O bildirir ki, əgər ağlabatan və ədalət meyillərinə əsaslanan cəza müəyyən olunursa hər hansısa bir şəxs üçün, bu halda həmin o cəzaya məruz qalan şəxsin özü də təqsirini anlayır və bu cəzanı böyük bir demokratiyalar üçün dediyimiz siyasi müdrikliyi ilə qəbul edir. Və bu siyasi müdriklik çərçivəsində də əslində o azad olur. Nəinki Osmanlı dönəmindəki paşalar azaddılar. Baxmayaraq ki, Osmanlı dönəmindəki paşalar yüksək nüfuz və vəzifə sahibi idilər cəmiyyətdə. Sadəcə sistem onlarda elə idi ki, onlar həmin o sivil cəmiyyətdə sabah üçün ölüm hökmünə məhkum edilmiş şəxsdən daha qeyri-azad idilər. Burada mənim yadıma Dostoyevskinin Cinayət və Cəza romanındakı obraz düşür. Obrazın adını dəqiq xatırlamıram. Onun maraqlı bir monoloqu var idi. Hansı ki, içki düşkünü və ailəsini pərişan vəziyyətə salan bir obraz idi. Adını xatırlaya bilmədim. Onun monoloqunda belə bir deyim var idi. Deyir ki, siz əgər mənə ümumiləşdirmiş deyəcəm, siz əgər mənə ədalətlə cəzalandırsanız və mənə dar ağacına məhkum eləsəniz, mən özüm o dar ağacına sarı gedəcəm. Montesquieun bildirdiyi məsələ də bu idi əslində. Ki, sabah üçün ədalətlə ölüm hökmünə məhkum edilmiş insan sərhədsiz vəzifə sahibindən belə əgər o vəzifə sahibi qeyri ədalətli və qeyri nizami cəmiyyətdə yaşayırsa daha azaddır. Burada ictimai müqavilə elementləri də var, sözsüz ki. Çünki ictimai müqavilədə belə idi ki, öncəki dönəmlərdə mütləq azadlıq var idi, hamının hamıya müharibəsi şəraiti var idi, sərhədsiz güc hökm sürdü və belə olan şəraitdə də görüntü olaraq azadlıq olsa da mahiyyətcə azadlıq yox idi. Çünki birincisi cəmiyyətin özünün fiziki olaraq mövcudluğu mümkün ola bilmirdi burada. İkincisi isə gücün güclə tənzimlənə bilməsi məsələsi yox idi. Burada da yeri gəlmişkən toxunacağıq. Gücün güclə tənzimlənməsi ideyası Montesquie'da öz əksini necə tapıb və bugünə necə miras qalıb. Və madəm ki, bu hüquq sahələrinə toxunuruq, cinayət və cəza ilə bağlı onu da qeyd edək ki, o əvvəlki dönəmlərin cinayət qanunlarını da araşdırır və öz əsərində təqdim edir. Xüsusilə də maraqlı örnəklərdən biri qədim German tayfalarının ordaliyaları idi. Ordaliyalar bilirik ki, belə şəxsin Tanrının hökmü ilə cəzalandırılmasına əsaslanır. Yəni, belə qəbul olunur ki, Allahın ümidinə hansısa bir cəza törətmiş şəxs buraxılır. Allahın ümidinə hansısa bir cəza törətmiş şəxs buraxılır və bu halda belə qəbul edilir ki, əgər həmin insan təqsirsizsə, Allah onu bağışlayacaq və o ölməyəcək. Bu çeşitli formalarda olurdu, ayrı-ayrı cəmiyyətlərdə yerli şəraitlərə uyğun olaraq. Kimisində deyək ki, tərəflərin arasının əlinə bir qılınc verilirdi və onlar döyüşürdülər bir-birlərindən, hansını öldürsə, belə qəbul olunur ki, öldürən tərəf haqlıdır ki, Allah ona güc qüvvət verdi, o digərini öldürdü və ölən tərəfdə təqsirlidir ki, Allah onu bağışlamadı, onu ölümə məhkum edir, Allahın özü cəzalandırdı, çox rahat. Və yaxud da su ordaliyaları var idi, şəxsin suya buraxırdılar ki, əgər sağ çıxırdısa, deməli bu adam təqsirsizdir, Allah ona kömək oldu, o suyun altından belə sağ çıxdı. Yaxud torpağı bastırıb günlərlə ac susuz qoyurdular, hansı ki, əgər
bir müddətdən sonra qayıdıb gəlirdilər və görürdülər ki, həmin insan ölübsə, deməli ki, bu yenə Allah bunu cəzalandırdı günahına görə, cinayətinə görə. Germanlarda bir maraqlı məsələ ondan ibarətdir ki, onlar qaynar suyun içinə təqsirləndirilən şəxsi salırdılar. Yeri gəlmişkən bu təqsirli prezumpsiyasının hökm sürdüyü zamanlara gedib çıxır da. Yəni şəxsin özünün təqsirsiz olduğunu sübut etdirmək öhdəliyinə mühakimə edildiyi zamanlardan gedib çıxır. Germanlarda da belə idi ki, onlar şəxsin əlini salırdılar qaynar suyun içinə və daha sonra həmin o qaynar suyun içindən çıxan əli sarıyırdılar və bu sarımadan sonra 3 gündən sonra gəlib onun əlini açırdılar. Görürdülər ki, əgər orada əli zədələnibsə, əldə yaralar varsa, yanıq yaralar varsa, deməli ki, bu onun təqsirlidir. Allah bunu cəzalandırıb əlini bu günə qoyub və həmin şəxsi də məhkum edirlər. İlk baxışdan təbii ki, heç bir bunun rasional əsası yoxdur. Bu tamamilə məntiqsizdir. İnsan belə cəzalandırıla bilməz. Amma bunun çox maraqlı sosial zərurəti var idi. Heç də həmin cəmiyyətlər bunu havadan kəşf eləməmişlər və heç də o demək deyil ki, bu cəmiyyətlər Allaha bu dərəcədə bağlayırlar ki, Allahın insanı cəzalandırmasını fiziki formada görməyə çata bilirdilər. Məsələ ondan ibarətdir ki, məsələn, Germanlar örnəyini versək, qədim Germanlar bilir ki, döyüşkən tayfalar idilər. Onların kişiləri daimi əllərində, elə qadınlar da qılınc tuturdular, döyüşürdülər və bu döyüş fəaliyyəti zamanında onların əlləri bərkiyirdi. Və belə qəbul olunurdu ki, əgər bir təqsirləndirilən şəxsin əlləri o qədər zərif ola bilər ki, əgər onun əlini qaynar suya salsaq, bunda qabarlar əmələ gələ bilər, yaralar əmələ gələ bilər. Onun məntiqi bundaydı. Yəni, şəxsin əlləri əgər zərifdirsə, deməli ki, o qılınc tutmayıb və qılınc tutub döyüşməyən insanda təbii ki, tayfaya heç bir fayda vermir. Elə çox güman ki, törədilmiş cinayət də onun işidir və buna görə də elə onu cəzalandırmaq lazımdır. Cəzalandırmaq da çeşitli formalarda ola bilər. Edam formasında, sürgün eləmək, tayfadan qovmaq və s. Yəni, ümumiyyətlə, onun cəmiyyət üçün yararsızdır. Əli qılınc tuta bilmir. Əlləri çox kövrəkdir. Buna görə də elə törədilmiş cinayətdə böyük ehtimal. Bunun sosial məntiqi bu idi. Eləcə də digər o cəzalandırma formalarına da baxsaq, hər birində biz bu elementləri görə bilərik ki, hər biri ya çeşitli sosial məişət qayğılarından irəli gəlib, ya tayfanın özünün yaşayışı ilə, adətləri ilə əlaqədar olub. Və bu adətlərdə heç də havadan yaranmayıb, zərurətlərdən irəli gəlib. Beləcə də əlinə qılınc götürüb döyüşdürülən iki tərəfdə də bu belədir. Həmin dövrdə güc hakim idi, fiziki güc hakim idi və cəmiyyətdə də fiziki cəhətdən güclü adamı cəzalandırmaq o qədər də maraqlı deyildi. Fiziki cəhətdən zəif adamı cəzalandırmaq maraqlı idi. Ona görə də elə qəbul edirlər ki, o cinayətlərdə törədən məhz bu cür binəvi adamlardır. Və dediyimiz kimi, burada ayrı-ayrı hüquq sahələrindən biz gələk mülki hüququn o bərabərlik məsələsinə toxunduq, ailə hüququna. Və dediyimiz kimi, burada yenə də qanunların ruhunu bizə hiss elətdirmək məqsədi qarşısına qoyan müəllif heç də səthi olaraq təsvirlərlə kifayətlənmir. Az öncəki örnəkdə dediyimiz kimi, orada aliyanın mahiyyətini bizə açıb verir. Çünki o sadəcə səthi olaraq deyə bilər ki, burada bu adət var, burada bu adət var, amma o mahiyyətini açmasaydı heç o qanunların ruhu olmazdı. Və kişi-qadın münasibətlərində də, yəni ailə hüququ institutlarında da bu özünü göstərir və kişi-qadın münasibətlərində də ayrı-ayrı cəmiyyətin xüsusilə çeşitli adət və dini normalarına bu baxımdan onun arxa
planını, determinantlarını açıb göstərən nöqteyi nəzərdən baxır. Və qadının cəmiyyətdə və ailədə roluna, kişinin cəmiyyətdə və ailədə roluna toxunur və bu toxunma da yenə dediyimiz kimi səthi olmur. Məsələn, bu barədə örnək verməyə çalışsaq, Montesquieu Yunan cəmiyyətindən örnək verirdi. O bildirirdi ki, əxlaq qaydalarının ümumiyyətlə əxlaq qaydalarının detallı şəkildə təsbit olunmadığı cəmiyyətlər daha əxlaqi cəhətdən problem yaşamayan cəmiyyətlər olurlar. Yəni bir cəmiyyətdə əxlaq qaydaları qatı normalarının müəyyən olunursa və hətta hüquq normalarının içərisinə də bu əxlaq normaları girirsə, sanksiyalaşırsa, deməli ki, həmin cəmiyyətdə əxlaqla bağlı ciddi problemlər var. Və Yunan cəmiyyətinə burada örnək verirdi. Bir digər önəmli və maraqlı örnəyi onun çox arvadlılıq idi. Bu çox kişilik də ola bilər. Təkcə məsələ çox arvadlılıqdan getmir, çox kişilik, yəni çox ərlilik də ola bilər. Onun örnəklərini verirdi. Ki, elə cəmiyyətlər var ki, əvvəla deyək ki, çox monoqamiyanı o müsbət baxmırdı, ümumiyyətlə. Şəxsi görüş olaraq deyək ki, bu arzu edilən deyil. Monoqamiya həm etik cəhətdən, həm də ki, cəmiyyətin zərurətləri sosial baxımdan arzu olunan deyil. Lakin bu varsa deməli bunun determinantlarını araşdırmaq lazımdır ki, necə formalaşır. O bildirir ki, qadınların sayının cəmiyyətdə çoxdursa, fiziki baxımdan kişilərə nisbətdə və bunun həlli yolu kimi əslində ortalığa çıxıb çox arvadlılıq və çox kişilik də belə. Elə Aristotelin zamanında elə cəmiyyətlər olub ki, orada çox kişilik məqbul qəbul olunur və hətta çeşidli sosial normalarla da dəstəklənib. Və bunun da sadə zərurəti ondan ibarətdir ki, qadınların sayı azdır və kişilər çoxdur. Təbii ki, ailə qurmaq və ümumiyyətlə iki cinsin bir-birinə münasibəti də ciddi həyata ehtiyac olduğundan belə bir həll yolu kimi monoqamik ailə modeli formalaşır. Və maraqlı, özüm üçün qeyd eləmişəm burada, xüsusiyyətlərdən biri Romalıların and içməsi ilə bağlıdır. Biz bilirik, Romalılar da söz nə qədər qiymətli idi, verilmiş söz nə qədər əhəmiyyətli idi. Və onların belə bir xüsusiyyəti var idi, Montesquieu da öz kitabına toxunur. Romalılar and içirdilərsə, bu andlarına o dərəcədə riayət edirdilər ki, hətta bu riayət eləmə çərçivəsində elədikləri hərəkətləri nə öz şərəf və liaqətləri üçün, nə də vətənləri üçün edirdilər. Hətta şərəf və liaqətlərindən belə üstün tuturlar, öz verdikləri söz, vəd və andları. Bu da təbii ki, onların hüquq sistemlərində və ələxüsusən müqavilə hüquq münasibətlərində də keçmişdir. Və Montesquieu əvvəla o deyək ki, pislik və yaxşılıqla bağlı ayrı-ayrı müəlliflərin çeşidli baxışları olub. Kimisi belə qəbul edirdi ki, insan mahiyyətcə pis varlıqdır. Kimisi də qəbul edirdi ki, insan pis varlıq deyil, mahiyyətcə yaxşı varlıqdır. Yenə ayrı-ayrı baxışlar var bundan. Thomas Hobbes məsələn deyirdi, insan şöhrətpərəstdir, baxıldır, qısqancdır. Bir başqasını əzməyə maraqlıdır, egoistdir. Və Montesquieu da əslində bu fikirdəydi. O bildirdi ki, pislik əşyanın təbiətindən, pislik onun təbiətindən qopmur. Burada məsələ təbii ki, deyək ki, insan doğuldu, başına pis hadisələr gəldi, o da çöndü oldu pis adam. Bu məsələdən getmir. Bu başqa hansısa bir hekayə mövzusu ola bilər.
O bildirir ki, mahiyyətcə insan pisdir. İnsan ilə doğulduğu andan pisliklə doğulur və bu pislik xüsusiyyəti ondan ayrılmazdır və çeşidli formalarda bu öz pisliyini realizə eləmək üçün cəmiyyətdə normalara ehtiyac duyur. Və bu normallarda ələxüsusda hüquq normalar formasında ifadə olunmalıdır ki, o pisliyini canından çıxarsın. Yəni, insanların vicdanına buraxmaq olmaz bu sosial normaları. Vicdan insaf məsələsi deyil. Və Montesquieu da o cəhətdən Thomas Hobbes'ın demək olar ki, eyni xəttin davamçısı idi ki, insan təbiətcə pisdir. Onun bu fərdi xüsusiyyətlərdən, yəni ayrı-ayrı fərdlərin xüsusiyyətlərindən keçib beynəlxalq hüquq münasibətlərinə o bildirirdi ki, beynəlxalq hüquqda ayrı-ayrı cəmiyyətlərin bir-birindən qurduğu münasibətlərdir. Burada diqqətimizi cəlb edən məsələlərdən biri cəmiyyətin özünün, insanların özü olmamasıydı. O bildirirdi ki, insanlar var, fərdlər var və cəmiyyətlər var. Cəmiyyət insanlar demək deyil. Baxmayaraq ki, bu insanlardan təşkil olunub. Cəmiyyət. Lakin heç də bu cəmiyyətin özü həmin insanlar demək deyil. Bunun maraqlı cəhəti nədən ibarətdir? Müasir hüquqi şəxslər var da. Biz bilirik ki, hüquqi şəxsin, deyək ki, məsələn, vəzifəli şəxsi ilə onun özünün şəxsiyyəti ayrılır. Hüquqi şəxs öz öhdəliklərinə görə məsul etmir öz vəzifəli şəxsinə və vəzifəli şəxsin də fərd olaraq öhdəlikləri fiziki şəxs, o hüquqi şəxsi məsul etmir. Və bunun belə deyək, təməl ideyasını Montesquieu öz əsərində bildirir ki, cəmiyyət artıq qurulduqdan sonra ayrı bir şəxs statusu alır. Sanki onun özünün orqanizmi olur. İnsanın fərd olaraq orqanizmi necədirsə, cəmiyyətin orqanizmi də bu cür olur. Onun özünün öz zərurətləri var, öz motivləri formalaşır. Və bu mənada bir cəmiyyətin digər cəmiyyətlə münasibətlərdə beləcə özünü göstərir. Və onun digər maraqlı, önəmli məsələlərdən biri coğrafi determinizm idi. O bildirir ki, hər bir cəmiyyət özü üçün qanun qoyur. Məşhur deyimdə olduğu kimi, Romalılar xoşbəxtliyinizi təmin edən qanunları yenə də siz özünüz yazacaqsınız. Heç kim siz qəbul etmədikcə sizə fərqli qanun diktə edə bilməz. Bu coğrafi determinizmlə də özünü göstərir və bir də müasir dillə desə, yerli şəraitləri nəzərə alınmaqla qanunların tətbiqində özünü göstərir. Çünki bir cəmiyyət digər cəmiyyət üçün qanun yaratmır. Bu günümüz üçün nə cəhətdən aktualdır? Ayrı-ayrı ölkələrin qanunvericiliyindən aktların götürüb kopyalanması ilə. Və gələk bu coğrafi determinizm məsələsinə. Coğrafi determinizm nədir? Coğrafi determinizm belədir ki, ayrı-ayrı cəmiyyətlərin qəbul etdikləri sosial normalar, təbii ki, burada sosial normalar deyəndə təkcə həmin normaların kağız üzərində olması, yaxud insanların təfəkküründə şifahi formada yaşaması nəzərdə tutulmur, həm də onların faktiki münasibətlərə keçidi nəzərdə tutulur. Bu münasibətlər və bu istər yazılı, istərsə də şifahi normalar xeyli dərəcədə onu qəbul edən cəmiyyətin yerləşdiyi coğrafi ərazi ilə əlaqədar olur. Bunun ayrı-ayrı örnəklərində gələcək. Öncəki videolarda da bəzən toxunduq buna. Deyək ki, məsələn, dağlıq ərazidə olan insanların bir başqa cür xüsusiyyəti olur. Montesquieu'nun deyimi ilə də. Düzən ərazidə yaşayan insanlar bir başqa cür xüsusiyyətə malik olur. Məhsuldarlığı yüksək olan torpaqlarda yaşayan insanların bir başqa özəlliyi olur. Məhsuldarlığı daha az olan. Və bu xüsusiyyətlər də təbii ki, qanunların ruhuna işləməyə bilməz. Bu barədə danışmışam, onu təkrarçılığa yol verməmək üçün mən digər bir örnəyə keçmək istəyirəm.
Məsələn, məhəmmədçi cəmiyyətlərdə şərab içilməsi örnəyi var da, şərabın qadağan edilməsi örnəyi var. Məhəmmədçi Montesquieu deyimi ilə belədir. Yəni İslam coğrafiyası nəzərdə tutulur burada. Montesquieu həmin dövr üçün qərbdə tanınan və dildə adlandırır bizi məhəmmədçi bildirir. O bildirir ki, biz isti coğrafiyada yaşadığımıza görə, yəni söhbət Ərəbistan yarımadasından gedir. Bu ərazilərdə şərabın içilməsi ağır nəticələr yarada bilər insanlar üçün. Buna görə də həmin ərazinin dini normaları şərab içməyi qadağan edir. Soyuq iqlimlərdə isə əksinə, norma şəxsləri şərab içməyə təşviq edir. Yaxud bir başqa örnəyinə tez-tez təmiz olmaq, gigiyenaya önəm vermək norması var. Bu İslam dinindən də gəlir. Təmizlik imandandır. O buna da belə bir şərh verir ki, isti iqlimdə insanlar tez tərlədiklərinə görə və onlar daha tez kirləndiklərinə görə onları yuyunmağa təşviq edir və Hind yanaşmasından da bu göstərir ki, Hinduizmdə də bu var ki, tez-tez yuyunmaq, tez-tez təmizlənmək təşviq edilir bu dini görüşdə. Və norma var, bu konkret norma ilə. Bu, deyək ki, məsələn, namaz qılınmasına da özünü göstərir. Namazdan öncə dəstəmaz alınması ki, Allahla ünsiyyətə tamamilə pak və təmiz formada çıxmaq. İlahiyyat tərəfi öz yerində Montesquieu bunu belə şərh edirdi ki, bu sadəcə gündəlik praktik ehtiyacına irəli gələrək müəyyən edilmiş normadır. Ki, təmiz olmalıdır hər bir insan, bu cəmiyyət üçün də önəmlidir, ayrı-ayrı fərdlər üçün də önəmlidir. Yaxud başqa bir deyək ki, inək ətinin yeyilməsinin qadağan edilməsinin zərurəti. Hindistanda məsələn inək ətinin yeyilməsi qadağan idi həmin dövrdə. Bugünün özündə də bu belədir, müqəddəs sayılması. Bunun da çox belə praktiki zərurəti var idi əslində. Montesquieu bildirir ki, birincisi həmin coğrafiyanın inəklərinin dadı, ətinin dadı çox pis idi. Yəni ki, bu Hindistan səfərinin də təsirləri var. Montesquieu'nun özünün Hindistan səfəri. Bir də maraqlı xüsusiyyəti ondan ibarət idi ki, deyirdi ki, onda həmin ərazinin insanları o ətindən daha çox fayda görmürdülər. Həmin inəklərin ətindən fayda görmürdülər. Daha çox onların südündən, yağından fayda görürdülər. Buna görə də inəyin kəsilməsini dini səviyyədə qadağan eləmişlər və inəyi müqəddəs heyvan sayırdılar. Dini görüşlərdə də biz bilirik ki, nə ki xeyir, bərəkət gətirir insanlara, cəmiyyətə, o müqəddəs sayılır. İnəyin də müqəddəs sayılmasının hekayəsi belədir bu baxımdan. Və yaxud da bir başqa bir bunun coğrafi determinizm baxımından örnəyini verək. O bunu fərqləndirirdi sivil, yəni oturaq cəmiyyətlərdən. Yeri gəlmişkən həmin dövr üçün də belə qəbul olunurdu ki, bir cəmiyyət oturaqdırsa, nə qədər oturaqdırsa, o cəmiyyət daha sivildir, daha inkişaf eləmişdir, nəinki köçəri cəmiyyətlər. Bildirirdi ki, sivil cəmiyyətlərdə hər kəsin evi var. Köçəri insan qruplarının isə evi yoxdur da, onlar çadırlarda yaşayırlar. Hətta qədim türklərdən örnək versək, atın üstündə günlərlə, aylarla yol gedirlər, elə atın üstündə yuxuluyurlar, orada da onun üstündə elə həyatlarını keçirirlər. Və o bildirirdi ki, Allah'a ibadət eləmək üçün, Tanrıya ibadət eləmək üçün məhəbbət ideyası məhz oturaq cəmiyyətlərdən çıxıb. Nəyə görə? Çünki hər bir fərdin, hər bir ailənin özünün evi olduğuna görə onlar belə qəbul edirdilər ki, Tanrının da evi olmalıdır. Necə ki, Allah insanı öz surətində yaradıb, insanın evi varsa Tanrının da bu baxımdan evi olmalıdır. Ki, bilinsin ki, ona ibadət eləmək üçün hara getmək lazımdır. Köçəri cəmiyyətlərdə isə bu yoxdur da. Yəni, məsələn, qədim türklərdən yenə örnək versək, ibadət yeri yox idi. Yəni, belə də qəbul olunurdu ki, Tanrı hər yerdədir, Tanrı təkcə göydə deyil və yaxud da o konkret hansısa bir ünvanı yoxdur. Nəsimi demişkən, gövhər laməkandır.
Və bu da coğrafi determinizmin sosial normalara və hətta dini normalara keçidini, təsirini özündə əks etdirir. Bir digər maraqlı onun ritorika ilə bağlı yanaşması qeyd kimi götürmüşəm. Bildirir ki, hansısa heç bir əsası olmayan və tamamilə rasional əsaslardan məhrum olan, yaxud belə deyək, zahirən də tamamilə qeyri-adekvat görünə bilən hansısa bir iddianı təkzib eləməyə girişən adam öz nüfuzunu həmin iddianı irəli sürən adamla eyniləşdirir. Bu xalq müdrikliyində də var, doğrudur ki, dəli ilə dəli olmaq olmaz, deyək ki. Amma bunu ritorika cəhətdən işləyib ki, arqument olaraq qiyməti olmayan bir iddia qarşı irəli sürülürsə və nəzərə alsaq ki, bunun hansısa bir nəticəsi olmayacaq, həmin iddianı yox eləməyə girişmək, həmin iddianı irəli sürən adamın nüfuzu ilə öz nüfuzunu yeniləşdirməyə bərabərdir. Yenə şərəf-şərəfsiz məsələsinə gəlirik. Onun qeyd elədiyi kimi, şərəfi ləkələnmiş insan şərəfsiz insandan daha aşağı vəziyyətə düşür cəmiyyətdə. Bu şərəf məsələsi də əbəs məsələ deyil, nüfuz baxımından. Şərəfsiz elan edilmə anlayışı var. Məsələn, qədim infamiyada Romaya uyğundur. Və bunu da işte təsadüfən ritorika üçün orada təbii ki, qeyd eləməyib. Yəni, Montesquieu barəsində bir şey deyə bilmərik ki, ritorika üçün bunu yazıb, söz olsun deyə yazıb, ancaq bizim dövrümüzün müəllifləri üçün deyə bilərik. Son olaraq, çox sağ olun ki, axıra qədər izlədiniz videonu. Bundan sonraki videolarda istədiyiniz mövzu varsa, rəylərdə qeyd edə bilərsiniz və fikirlərinizi, rəylərinizi, tənqidlərinizi də gözləyəcəm. Kimə ki, bu mövzular maraqlıdır, həmin şəxslərdən də hesab edirsiniz ki, bölüşməyə dəyər videolarımı bölüşə bilərsiniz. Hüquq fəlsəfəsindən maraqlanan hüquqşünaslar, yaxud qeyri-hüquqşünaslar, fəlsəfə ilə maraqlanan hər kəs üçün videolarım açıqdır və bu videoları niyə çəkirəm? Başlıqlı qısa videomda kanalda var. Texniki cəhətdən də problemlər öz yerində, texniki problemləri aradan qaldırmağa o qədər də həvəsli deyiləm. Bilirəm, işıq məsələsi, səs məsələsi s. Amma mümkün qədər istəyirik ki, səmimi mühazirə mühiti kimi olsun videolarımız. Çox sağ olun.